Xoş gördük əziz dinləyicilər. Mən dünən məlumat vermişdim ki, Rusiyanın Su-34 təyyarəsi məhv oldu və bununla bərabər An-26 təyyarəsində də, nəqliyyat təyyarəsində də 30 nəfər, 30 baş meyit cəhənnəmə vasil oldu və bunlardan biri də bu günlərdən bəlli olur ki, Şimal ordusunun generalıymış. Şimal ordusunun generalı da bu təyyarədə görbagör oldu desək yanılmarıq. Amma bununla bərabər həm də bu günləri Rusiyada yenidən 300 min əskərin səfərbər olunmasını həyata keçirdiblər. 300 min yeni bir əskərin də qırğına ölümə göndərilməsi üçün yeni bir səfərbərlik hadisəsi başlayıb. Yəni Rusiyanın başqa yolu yoxdur səfərbərliyə getməkdən başqa, yenə də öz ordusunu qırmaqdan başqa. Amma burada bir dənə də ürək ağrıdan bir məsələ var ki, ürək ağrıdan məsələlərdən biri Rusiya Federasiyasının yenə də ən çox payına düşən respublikalardan biri, səfərbərliyə cəlb olunanlarından biri də məhz Dağıstandır. Dağıstan birinci yerdədir. Bu müsəlman, bu Qafqaz xalqları nə üçün orada gedir, ölür? Nə üçün mərkəzdən qaçma hadisəsi baş vermir? Nə üçün bu insanlar, bu qeyrətli Qafqaz xalqları oturub gözləyir və öz balalarını ölümə göndərir? Bax, bu da bir ayrı bir nonsensdir. Bununla işimiz yox. Amma Rusiya prezidenti vəziyyəti pisləşdikcə, bilirsiniz, artıq Moldova MDB-dən çıxmaq haqqında düşünür. Məhz dünənləri Paşinyanla görüşdə də çox ağır bir vəziyyətdə keçdi. Paşinyan demək olar ki, tam surətdə Putinin üzərinə və üzünə də istədiyi formada cavab verdi. Bildirdi ki, mən öz seçkilərimi keçəcəm, bizdə demokratiya var, bizdə sosial şəbəkələr tam azaddır, siz nə deyirsiniz deyin, biz Qarabağı Azərbaycan ərazisi kimi tanıyırıq, yəni sənin heç bir arzun həyata keçməyəcək. Buna görə də əsəbidir, buna görə də dözmür, çünki görür ki, MDB ölkələri də yavaş-yavaş qaçmağa çalışırlar. Və bununla bərabər yenə də bir avantürist bir qərar verib, 2-3 gün bundan əvvəl belə bir avantürist qərar verib ki, hansı ölkələrdə, yəni MDB ölkələrindən söhbət gedir, Rus dilinə qarşı bir qadağa qoyularsa, Rus dilini ölkələr ləğv edərsə, biz ona qarşı müharibə elan edərik. Bax, bunu da deyib açıq surədə, biz ona müharibə elan edəcəyik, kim ki, Rus dilinə qarşı qadağa qoyarlar. Bunun da ən gözəl açarı, bunun da ən gözəl nümunəsi, böyük ehtimal Putin bunu Qazaxstanda baş verən hadisələr görə bilirsiniz ki, bu Qazaxstanda dövlət dili Qazax dili elan edildi. Bugün Ermənistanda sürətli şəkildə mərkəzdən qaçma hadisəsi baş verir, Avropaya doğru gedir və yenə də Rusiyanın təhdidləri artır, əlindən də işinə gəlmir. Yalnız danışıqlarla, yalnız bəyanatlarla keçirməyə çalışır. Mən düşünürəm ki, bunun ən gözəl vaxtıdır ki, bütün MDB ölkələri bugün Putinin üzünə şillə vurmaq üçün hər kəs, Azərbaycana da bu aiddir ki, 312-yə yaxın məktəb var, Rus dilli məktəb var. Bu Rus dilli məktəblərin azaldılması bütün MDB ölkələrində bu günləri kimlər qalıb? Yalnız Türkistan, Türk qardaşlarımız qalıb və bir də Qafqaz qalıb ki, bütün Türkistan birlikdə bu məsələyə getməlidir. Rus dilli məktəbləri azaltmalıdır və birlikdə biz bunu etdikdə Rusiya heç bir iş görə bilməz, heç bir ölkəni də təkləyib təhdid eləyə bilməz. Mən düşünürəm ki, ən gözəl vaxtlarından biridir ki, bugün Rusiyadan qırılmağın, Rusiya təsiri altında olan məsələlər ki, Rusiya həm kilsə ilə, həm də öz dili ilə, əsasən dilinin ekspansiyası ilə hərəkət edir. Bunun da qırmağın mən düşünürəm ki, ən gözəl vaxtıdır. Təşəkkür ederim.